Səidə Bəkir qızı şokda düşərək Qabil şəhid anasını söydü. Amma xalq Qabilə qarşı çıxmadı. Xalq bir şuarı var. Bir şuar bilir. Qabil nə deyirsə düz deyir. Qabil kimi söyürsə düz eləyir söyür. Bu şəhid anası olsa belə. Artıq şəhid anaları təhqir olur. Dünəməli şəhid analarının qoşulduğum qrupuna və orada 6-7 şəhid anası düzülüb tutarlar. Şəhid anası yola. Ondan şəhid anası olmaz. Şəhid anası dözəni sənə şəhid anası deyən biləm mən. Ağzına Çox baxdım ki, məni söyənlər görüm güclərinin 1%-ni şəhid anasını alçaldanlara göstərə biləcəklərmi? 100%-ni demədimi? 50%-ni də demədim. 1%-ni dedim. Üzünü Səidə Bəkir qızına tuturam deyən adamlar, üzünüzü bir də onlara tərəf tutun. baxın ha, yanır ha. Şəhid anası ki, yayım açdı, məni yayıma qoşmadı. İlhamla irəli deyib hakimiyyətin götünə girdi. Polisin, Daxili İşlər Nazirliyinin. Üstəlik mən qoşulmaq istədim. Mənə güldülər. Mən də çıxdım dedim siz şəhid anası deyilsiniz. Siz qəhbəsiniz. Vəssalam. İlhamı dəstəkləyən qazi, şəhid anası, hamısı qəhbədir. Qazilər varsa kişi qəhbəsidir. Bax bilin ha. İlhamı dəstəkləyən kim varsa, İlhamın propagandasını aparan kim varsa, İlhamı sevən kim varsa qəhbədir, anası qəhbədir. Qəhbə ailənin qəhbə üzvüdür. Vəssalam. Bunu deyir, heç kim reaksiya vermir. Qabil deyir, söyür şəhid anası bilirlər ki, İlham Əliyevin götünə girən adamdır. Haqq eləyib söyür. Xalq bilir. Amma Səidə Bəkir qızı yanır axı. Ala mən bunu eləsəydim bütün ölkə üstümə düşərdi axı. Bəli, Səidə Bəkir qızı, sənin vısluqan olmalıdır. Sənin təminatın olmalıdır. Sənin normal sənin dalın olmalıdır. Da o reisin icra başçısının qucağında oturan dal yox. Normal dalın olmalıdır. Dal. Bəkir qızı, dayanın Bəkir gəlir. Ağzına alıb gəlir. Qabilinkini çalıb gəlir. Ala bəsdir də, mənlə az rəqabət aparmağa çalış. Bu gün sabah lazım olan posta oturanda axırın hara gedəcək bir onu fikirləş. Bu hakimiyyət it cinsidir. Bu hakimiyyətdən kim cındırlıq eləyib, petrolog eləyib, qəhbəlik eləyibsə, hamısı ölümə məhkumdur. Ən yaxşı da ağır cəzalara. Vəssalam. Bunu mən istəsəm də eləyəcəklər. İstəməsəm də eləyəcəklər. Kimsə prezident gətirsələr də bunu eləyəcəklər. Çünki bu məcbur olacaq. Məcburi köhnə strukturun adamlar öldürüləcək. Belə danışaq da. Kişi kim söhbət eləyəkmi? Açı. Lenin getdi, Stalin gəldi. Leninin bütün adamları qırıldı mı? Hala Stalin gəldi, qırdı hamısını. Stalin getdi, o birisilər gəldi. Xruşov, Brejnev hamısı gəldikcə bir-birinin adamlarını qırdılar mı? Hərəsi gələndə ən azı 25-30 min adam qırdı. Ən çoxu da milyonlarla adam qırdı. Təkcə nəyə görə? 41-45-i demirəm. Təkcə o strukturun adam olduğuna görə. Heydər Əliyev gəldi bütün amonçuları, Bozqurt, Amon elə başını qaldıranın başını üzüb dama doldurmadı mı? Hamısı indi ya damdadır, ya ölkədən xaricdə didərgin, ya damdan çıxdı indi baş aşağı ağacından ölür, ya da torpağın altındadır. Belə Elçibəy öz adamıydı ha, Heydər Əliyevin. Tələbəsi idi. Elçibəy belə Heydər Əliyevin kankası ola onun adamları məhv edildi. İlham Əliyev gəldi, Heydər Əliyevdən kim qaldı? Mənə deyin görüm kim qaldı Heydər Əliyevdən? Ən yaxşı halda Vasif Talıbov kimi vətən xaini, Nəcməddin kimi vətən xaini, Ramiz Mehdiyev kimi vətən xaini. Nə oldu? Ama vətən xaini adını almaqdansa ölmək ondan yaxşıdır. Bəli, İlham Əliyevin, Heydər Əliyevin yanında olanların hamısı vətən xainləridir. Ey caciyər xalqım, bilin ki, Qabil nə deyirsə düz deyir. Deyərlən vətənlərim.